1530 SAT, 7.5 IELTS. Bu nəticələr təsadüfi deyil. Salam, mən Fəxri Şükürlü, 11-ci sinifdə təhsil alıram. Təxminən 1 il yarım əvvəl Ruf Akademiyaya gəldim və SAT dərslərinə qoşuldum. Mərhələləri keçərək pre-SAT və fundamental dərslər götürüb kamplarda iştirak etdim. İlk imtahanımı may ayında verdim və 1200 skor topladım. Sonra davam elədim və son imtahanımı keçən ay dekabr ayında verdim və 1530 bal topladım. Yeni başlayanlara verə biləcəyim 2 böyük tövsiyə var. Birincisi odur ki, imtahan cavabları çıxdıqda ya özlərinin, ya dostlarının nəticələrinə baxıb həvəsdən düşməsinlər. Çünki əgər həvəsdən düşsələr, sonra bal artımını eləmək çətinləşir. İkinci bir tövsiyəm odur ki, əgər ən azı 2-3 aylıq kamp təcrübəniz varsa, ağıllı çalışmağı seçin. Çünki imtahana son qalmış mərhələlərdə beyni yormaqdansa ağıllı planlı şəkildə çalışmaq daha faydalıdır. Bundan əlavə 7.5 IELTS-im var. Həm IELTS-ə, həm SAT-yə dəstək göstərən müəllimlərə və ümumilikdə Ruf komandasına təşəkkür edirəm. Növbəti mərhələdə isə top universitetlərdən qəbul haqqında danışarıq. Sağ olun.